Atam mən doğulanda bir də gəldi dünyaya. Sıxdı məni adıyla qucağına, qoynuna. Nə gözəldi ilahi, atamın adaşıyam. Mən bu fani dünyada əbədiyyət daşıyam. Bəli, əməlləri ilə yaddaşlarımıza həkk olunanları bugün adaşı olan balalar əbədi yaşadır. Görürəm ki, atamız görür. Ana nə edir bəs? Ana deyir ki, ata göylərdədir. Atam cənnətdədir, dağxanda anama deyirəm. Onlar dünyaya adi uşaq kimi gəlmədilər. Bələkləri 3 rəngli bayraq, adları əbədiyyət oldu. Fəridə və Nurlan. Bu balaca mələklər ata qoxusu duymadan ata adını yaşadanlardılar. Şəxsiyyət vəsiqələrində adları ataları ilə qoşa, ömürləri isə ata ömrünə davamdır. Atamla adım eynidir. Bu mənim xoşuma gəlir. Adın da Sinam, sənlə fərqlərilə. Bugün adaşlarının qonağı idilər. Yenə soyuq daş, ata mənzili olan məzarda görüşdülər. 5 ildə atalarını şəkillərdən, bir də bu soyuq daşdan tanıyır bu balaca mələklər. Oğlunun olacağından xəbəri də var idi. Nurlan şəhadətindən sonra 5 ay sonra oğlu dünyaya gəldi. Fikirləşdim ki, Nurlanın sadəcə bir yadigarı var. Onun elə öz adını daşıtsın. Mənim üçün həyat bir Nurlanla bitdi, bir Nurlanla yenidən başladı. Fərid isə illərlə Fəridəsinin həsrəti ilə yaşasa da ona qovuşmadan şəhadətə ucaldı. Amma mənim Fəridim qız arzulayırdı. O bilirdi qızı olacaq, həvəslə gözləyirdi. Fəridənin adını soruşdu o məndən ki, nə qoyarıq orada? Kaş mən ondan soruşardım ki, nə istəyirsən, amma soruşmadım. Dedim, Fərid, sən gələrsən, məsləhətləşərik. Yəni, bu barədə tezdir. Amma ondan sonra qərara gəldim ki, yaxşısı, ən doğrusu Fəridin adını. Yəni, həm mənə biraz təsəlli olar, həm atasının adını daşıyar. Birdən çaşıram, məsəl üçün Fərid deyirəm, Fəridə yerinə Fərid deyirəm. Bəlkə də adları ilə bala ömründə ahıl nənə baba olacaqlar. Saçları ağaracaq, balaları ilə qocalacaqlar. Adaşlar, qoşa adlar, əl üstündə əlsiniz. Gedən addır, qalan ad əbədlə əzəlsiniz. Mən səni çox istəyirəm. Ata, mən səni çox istəyirəm. Fidan Əsədli, Ruzanna Kərimli, Rəfail Əliyev, Xəzər xəbər.